Herkese selam. Yeni bir videoya hoş gelmişsiniz. Bugün sizinle yeni bir idiomatik ifade öğrenirek, hansı ki Alman dilinde gündelik danışıq dilinde istifade olunan bir ifadedir. Eine Auge auf etwas oder jemanden geworfen haben. Yani Azerbaycan diline birine veyahut da bir şeye göz koymak, xoşlamaq, maraq göstərmək kimi tərcümə olunur. Gəlin nümunələrə baxaq. Eine Auge geworfen haben auf akusativ halını tələb edən ifadədir. Er hat ein Auge auf sie geworfen. O ona göz koyub və yaxud da o onu bəyənib. İkinci nümunə. Ich glaube, du hast ein Auge auf dieses Kleid geworfen. Elə bilirəm ki, bu paltarı çox bəyənmisən. Deməli, eine Auge auf etwas oder jemanden geworfen haben ifadəsi birinə və yaxud bir şeyə göz qoymaq, xoşlamaq, maraq göstərmək kimi tərcümə olundu. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.